Siz də pensiyaların artmasını istəyirsinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Yeni artım qərarından sonra ölkə üzrə orta aylıq pensiyanın məbləği 593 manata, yaşa görə orta aylıq pensiyanın məbləği isə 632 manata çatır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev media nümayəndələri üçün keçirilən geniş tərkibli brifinq zamanı ətraflı məlumat verir. Onun sözlərinə görə, həyata keçirilən indeksləşmə mexanizmi pensiya sistemində ardıcıl və sistemli artım siyasətinin davamı kimi qiymətləndirilməlidir. Nazir müavini vurğulayıb ki, 2018-ci ildən 2025-ci ilədək olan dövr ərzində pensiya məbləğlərində əhəmiyyətli dinamika müşahidə olunub. Belə ki, həmin dövrdə orta aylıq pensiya 208 manatdan 543 manata yüksəlib. Eyni zaman kəsiyində yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıb. Bu artım tempi sosial təminat sistemində aparılan islahatların real nəticəsi kimi təqdim olunur. Rəşad Mustafayev qeyd edib ki, yeni artımdan sonra orta aylıq pensiyanın məbləği 593 manata, yaşa görə orta aylıq pensiyanın məbləği isə 632 manata yüksəlir. Bu göstəricilər 2018-ci illə müqayisədə orta aylıq pensiya üzrə təxminən 2,8 dəfə, yaşa görə orta aylıq pensiya üzrə isə 2,7 dəfə artım deməkdir. Başqa sözlə, son illər ərzində pensiya təminatında 2 dəfədən artıq real yüksəliş qeydə alınıb. Nazir müavini əlavə edib ki, cari il üzrə pensiyaların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 7 milyard 993 milyon manat həcmində nəzərdə tutulub. Bu rəqəm 2018-ci illə müqayisədə 2,3 dəfə artımın baş verdiyini göstərir. Ayrılan vəsaitin həcminin böyüməsi dövlətin sosial öhdəliklərinin genişləndiyini və pensiyaçıların təminatına xüsusi prioritet verildiyini nümayiş etdirir. Brifinq zamanı diqqətə çatdırılıb ki, yeni sərəncama əsasən sığortalanan şəxslərin fərdi hesablarında 2026-cı il yanvarın 1-nədək qeydə alınmış pensiya kapitalları da indeksləşdirilib. Bu artım istehlak qiymətləri indeksinin ötən il üzrə səviyyəsinə uyğun olaraq 5,6% təşkil edir. Bununla da vətəndaşların fərdi hesablarında toplanmış pensiya kapitalının real dəyərinin qorunması təmin olunur. Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı əmək pensiyalarının indeksləşdirilməsi haqqında yeni sərəncamla 2025-ci il üzrə orta aylıq əmək haqqının illik artım göstəricisi əsas götürülərək bu il yanvarın 1-dən etibarən pensiyalar 9,3% indeksləşdirilməklə artırılır. Bu mexanizm mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tətbiq edilir və pensiya məbləğlərinin əmək haqqı artım tempinə adekvat şəkildə yenilənməsini təmin edir. Ümumilikdə təqdim olunan rəqəmlər göstərir ki, son illər ərzində pensiya təminatı sistemində həm məbləğ, həm də maliyyə dayanıqlılığı baxımından ciddi irəliləyiş əldə olunub. Orta aylıq pensiyanın və yaşa görə pensiyanın davamlı şəkildə artması, eyni zamanda büdcədən ayrılan vəsaitin çoxalması sosial siyasətin prioritet istiqamət kimi saxlanıldığını təsdiqləyir. Bu artımlar nəticəsində pensiyaçıların gəlir səviyyəsinin yüksəlməsi və sosial rifahının gücləndirilməsi hədəflənir.